Cumhuriyet Halk Partisi, ben Atatürk'ün partisiyim demək istəyirsə və o hüququ qazanmaq istəyirsə, onunla mübarizə aparmaq istəyirsə, 1938-ci il ayarına dönməlidir. Atatürk'ün dövründə Cumhuriyet Halk Partisi hansı siyasi əxlaqi dəyərləri daşıyırsa, Cumhuriyet Halk Partisi o dəyərləri daşımalıdır ki, Atatürk'ün partisiyim deməyi desin. Atatürk'ün partisi LCB partiyasıydı Zahir bəy. Atatürk liberalçılıq eləyib, Türkiyənin mənəvi, milli dəyərlərini aşağılayan partidir. Atatürk'ün partisi Naxçıvanla Türkiyə arasında qızıl pul verib Atatürk liderliyində, Azərbaycanla Türkiyəni birləşdirən bir parti olduğu halda, Qarabağ Savaşında Cumhuriyet Halk Partisi savaşımızınla bağlı mövqesi Türk dünyasında, Azərbaycanda qəbul olunan səviyyədə idi. O səviyyədə olan partiya Atatürk partiyası demək olar. Atatürk'ün partisi olmaq üçün Cumhuriyet Halk Partisi 1938-ci il ayarlarına dönməlidir. Dönməyəcəksə partiya ləğv olunmalıdır.